Uşaqlar, bugünkü dərsimiz üstü və loqaritmik funksiyalar, onların xassələri, təyin oblasti, qiymətlər oblasti, bir də çatdırsam loqaritmik tənliklərlə başlayacağım sizə. Bir də ədədin loqaritmi. Loqaritma nədir ümumiyyətlə? Birinci, loqaritmik funksiyalar haqqında danışmaq istəyirəm. Üstlü funksiyaları deyilir də buna. Yəni üstlü funksiyalar. Üstlü funksiyalar. Bax, məsələn, mən sizə 2 dənə üstlü funksiya yazıram. Bir yazıram, məsəl üçün, y bərabərdir 5 üstündə x. Bir də yazıram, y bərabərdir 5də 1 üstündə x. Bunlar ikisi də üstlü funksiyadır, görürsünüzmü? Birinin əsası 5-dir, birinin əsası 5də 1-dir. Bu əsas, bax bu əsas 5 əsası 1-dən böyükdür, düzdür? Amma burada 5də 1 əsası 0 ilə 1 arasındadır. Əgər əsas 1-dən böyükdürsə, buna deyirik artan funksiya. Artan funksiya. Əgər 0 ilə 1 arasındadırsa, ona deyirlər azalan funksiya. Artan funksiyanın qrafiki necə olur loqaritmik funksiyalarda? Bax, belə olur artan funksiyanın qrafiki. Məsələn, belə bir şey. Soldan sağa doğru qrafik yuxarı qalxır. Belə bir əyri xətdir və y oxunu kəsir, amma x oxunu kəsmir. Bu oldu artan funksiya. Məsələn, 5 üstü x-in qrafiki. Sağ ol. Amma, məsələn, mən bunu belə çəksəydim, belə. Tutaq ki, belə. Fikir verirsə, qrafik soldan sağa doğru neyinir? Aşağı düşmür. Bu oldu y bərabərdir məsələndə 5də 1 üstü x-in qrafiki. Yəni, bundan sonra siz qrafikə baxanda hardan biləcəksiniz ki, o üstü funksiyanın qrafikidir? O funksiya x oxunu kəsməməlidir. O belə bir əyri xətt olmalıdır. Əgər soldan, bax bu bir adam verir ki, adamdır, bu qollarıdır. Adamın sol qolundan sağ qoluna doğru qrafik yuxarı qalxırsa, artan funksiyadır. Yəni, onun əsası 1-dən böyüdür. Məsələn, 5-dir, 4-dür, 1,1-dir. Yox, əgər soldan sağa doğru qrafik aşağı düşürsə, bu nədir? Azalan funksiyanın qrafikidir. Bura kimi bir çətinlik var. Belə. Və yadda saxlayın, artan funksiyalarda hər şey olduğu kimi götürülür. Məsəl üçün, böyük olan elə böyükdür, kiçik olan da kiçikdir. Amma azalan funksiyada hər şey tərsinə götürülür. Nə deməkdir bu? Bax, məsələn, mən deyirəm ki, tutaq ki, belə yazaq da. A 1-dən böyükdür. 1-dən böyüksə artandır, azalandır. Artandır. Məsələn, mən deyirəm ki, A üstü, məsələn, 4də 1. Bir yazıram A üstü 5də 1. Deyirəm ki, bunları müqayisə et. 1-dən böyüksə artan funksiyada azalan. Artan funksiyada böyük olan böyüdür. Yəni, sizcə 4də 1 daha böyük, yoxsa 5də 1 daha böyüdür? 4də 1, onu bu daha böyükdür. Bildiniz? Və artan funksiyada böyük y-ə daha yaxın yerləşir qrafik olaraq. Bu, məsəl üçün, x-inin də qrafiki budur əslində. X-inin də qrafiki budur. Sadəcə, bunların biri, bax, y oxundan uzaqda yerləşir. Uzaqda yerləşən budur, görürsünüz. Yaxında yerləşən budur. Artan funksiyalarda y-ə yaxın yerləşən böyük olur. Yəni, bu, məsələn də, y bərabərdir a üstü 4də 1-in qrafikidirsə, bu y bərabərdir a üstündə 5də 1-in qrafikidir. Artan funksiyalarda y oxuna yaxın olan daha böyükdür. Necə? Birdən böyüklər. Yox, əsas birdən böyükdə görmürük biz onu. Bunlardan danışmıyorum. Bunlar elə qüvvətdir. Mən əsasdan danışıram. A, burada əsasdır. Bildik, əsas birdən böyük olarsa. Məsələn, bu A-nın yerinə məsələn 5, 6, 1,1, 2 olarsa və yaxud da A yazılsa ki, A birdən böyükdür, bir ki, o artan funksiyadır. Artan funksiyalarda y oxuna yaxın yerləşən daha böyükdür. Oldu? Y oxuna uzaq yerləşənsi nədir? Kiçikdir. Sonra, azalan funksiyalarda isə əksinə. Salam. Azalan funksiyalarda isə, yəni, əgər əsas 0 ilə 1 arasındadırsa, onda, bax, qrafik belə olur axı. Məsələn, belə qrafik çəkirəm. Bu dəfə isə, baxın uşaqlar, y-ə uzaq olan daha böyüdür. Yəni, bu deyək ki, A-dır, məsəl üçün, bu B-dir də, belə deyək. A üstü x, bu da B üstü x. Əgər bu əsaslar birdən balacadırsa, bu azalan funksiyadırsa, onda uzaq yerləşən, yəni
A daha böyükdür B-dən. Bir də baş salıram. Artan funksiyalarda qrafik soldan sağa artır. Yəni y-ə yaxın olan daha böyükdür. Azalan funksiyada soldan sağa azalır. Y-ə uzaq olan daha böyükdür. Nəsə bir anlaşılmazlıq var. Bəli, təzə dərsdir. Y bu deyil. Bu uzaqdır, bu uzaqdır. A uzaqdır, A daha böyükdür. Çünki bu azalan funksiyadır. Hardan bildim azalan olduğunu? Azalan olduğunu hardan bildim? Soldan sağa aşağı düşdü də qrafik. Bax, soldan sağa aşağı düşür. Bu isə soldan sağa nə edir? Yuxarı qalxır. Bu zaman, məsələn, 2 dənə qrafik çəksən, birini də belə çəksən, bu zaman bu daha böyükdür. Elə bir ki, məsələn, bu 5x-sə, bu 4x-dir. Bir də deyirəm, artan funksiyalarda y oxuna yaxın olan daha böyükdür. Azalan funksiyalarda y-dən uzaq olan daha böyükdür. Yadda qalar. Onsa videonu paylaşacağım, orada o sözləri qayda kimi yazarsınız. Bu funksiyadır, üstü funksiyanın qrafikidir. Məsələn, belə bir sual verir mənə. Elə topludan götürmək istəyirəm sualı. Məsələn. Görün var mı burada sualda? Məsələn, sual belədir. Yazıb ki, funksiyalardan hansı azalandır? Funksiyalardan, qulaq asın, hansı azalandır? Azalandır. A variantında yazıb. Y bərabərdir kökdə 2 üzəri x. B variantında yazır. Y bərabərdir 1 böl 2 çıx kökdə 2 üzəri x. C variantında yazıb. Y bərabərdir 2 üstə kök 2 üstü x. D variantında yazıb. Y bərabərdir 1 böl 2 üstə kök 2 üzəri x. Və nəhayət Y variantında yazıb. 1 üstə gəl kök 2 üzəri x. Uşaqlar, azalan funksiya da, bu x-in aşağısı olan əsas 1-dən balaca 0-dan böyük olmalıdır. Bu kök 2-dən təxminən 1 tam neçə çıxır da, bu 1-dən böyükdür, bu deyil. Bizə azalan istəyir, axı 1-dən balaca olmalıdır, 0-dan da böyük olmalıdır. Bura bax, bu zaten 2 üstə gəl neçə eləyirsə, bu 3 tam neçə eləyir, bu vapşı olmaz. Yəni 1-dən 0 arası deyil axı bu ədəd. Qaldı 3 dənə variantım. Bu da olmaz. Niyə? Çünki bu 1 tam neçə çıxır, üstünə bir gəndə 2 tam neçə. Bu da olmaz. Yəni ya B-dir, ya D-dir. B deyil. Qoşmasına vuraq. Məncə B deyil. Ya bilən də yoxlayaq. Qoşmasına vursa, bunun aşağısında şey var, 2 çıx kök. Onda olacaq 2 çıx kök 2-ni 2 üstə kök 2-yə vursaq, yuxarını da 2 üstə kök 2-yə vursaq 1-i. Bu olacaq 4 çıx 2-də müxtəsərə görə. Yəni 2 eləyəcək. Bu olacaq 2 üstə kök 2. Düzdür? Bu 2-yə əl dəymirəm. Yox, gedə bilməz, toplamadır. Buradan 1 tam neçəsə çıxır, deyək ki 1 tam 4 çıxır, böl 2. 3 tam 4 böl 2 neçə eləyir? 1 tam 7 təxminən. 1-dən böyük çıxdı, bu da deyil. Cavab D variantı. Yoxlayaq da qoşmasına vur, bu olacaq 2 çıx kök 2 böl bu ədəd. 2 çıx kök 2 də eləyəcək 0,6 böl 2 təxminən 0,3 falan eləyəcək. Bir də baş salıram. Bu niyə olmadı? Niyə olmadı bu? 1-dən böyükdür. 1-dən böyükdən artandır. 1-dən balacalar azalandı. Yadda qalar da yəqin bu. Bu da 1-dən böyükdür. Hardan bilirəm? 2 üstə gəl nəsə yazıb axı burada. Bu da 1-dən böyükdür. 1 üstə gəl nəsə yazıb. Qaldı 2 dənə variant. Burada nə indirik? Burada məxrəci də, surəti də nəyə vururuq? Məxrəcin qoşmasına vururuq. Bu müxtəsər düstur oldu. Oldu 4. Bu 2-in kvartı 4. Kök 2-in kvartı 2 eləyir. Çıxanda eləyir 2. Bu hissəyə də əldə edirəm. 2-dən, kök 2-dən təxminən 1,4 çıxır. Üstünə 2 gəlirəm, 3,4. 2-yə də bölürəm. Axır 1-i keçir də, bir damcı olsa keçir. 1-i keçdirsə artandır. Bir dənə qaldı bu da. İstəsən buna yoxlaya bilərəm, eyni üsulla. Aysel, başa düşdün? Bu cür. Bunlar beləsinə həll olunacaq. Gəlin, başqa bir sual yazaq sizin üçün. Məsələn, belə bir şey yazıram sizin üçün. Hələ ki, laqeyd etməyə başlamamışım. Hələ ki, üstü funksiyaların xasslarından danışıram. Məsələn, belə bir sual yazıb bizə. Y bərabərdir 1 böl 2 üzəri kökdə x.
çıx 5 üzəri kökdə mənfi x. Deyir, bunun təyin oblastını tap. Bilməyənlər üçün xatırlatma edirəm. Düzdür, bunu əvvəlcə funksiya dərsini keçib bunu öyrətməliyəm sizə. Amma keçən iştirakçılar bilirdi, onsuz təyin oblastı nədir? Bilməyənlər üçün deyirəm. Təyin oblastı x-in ala biləcəyi qiymətlərə deyirlər. Təyin x deməkdir. Qiymətlər çoxluğu y deməkdir. Burada da x bir buradadır, bir buradadır. Düzdür? Və x görsüdə cüt dərəcə kökün içindədir. Cüt dərəcə kökdə nə ola bilməz? Mənfi ola bilməz. Burada həm də məxrəcdədirsə, sıfır da ola bilməz. Nə sıfır ola bilməz? Əsas sıfır ola bilməz. Amma bu ola bilər də, bu onsuz qüvvətdədir, bu hər şey ola bilər. Bu kök x, burada 2 olmasaydı deyərdik sıfır ola bilməz. 2-nin üstündədir, 2-nin üstündə hər şey ola bilər. Başa düşürük? Əgər bu 2-nin yerində kök x olsaydı sıfır ola bilməz. Amma burada hər şey ola bilər. Ona görə burada bir dənə bu kök x var, onu sıfırdan böyük götürəcəm. Böyük bərabər də ola bilər. Həmçinin bu mənfi kök x da kökün içindədir. Onu da böyük bərabər 0 götürəcəm. Düzdür? Bunu həll eləməyə ehtiyac yoxdur. Zaten x sıfırdan böyük yazılıb. Burada hər tərəfi mənfiyə bölürəm. Mənfi 1-ə bölürəm. Mənfiyə böləndə işarə dəyişir. Olur x kiçik bərabərdir 0. Uşaqlar, burada yazıb x sıfırdan böyükdür. Bax 0 buradır da. Burada yazıb x sıfırdan böyükdür. Burada yazıb x sıfırdan kiçikdir. Toqquşma olmadı, kəsişmə olmadı. Amma bir dənə sıfırı qaralamışam. Axı sıfır özü ola bilər də. Onda bir dənə sıfır qoya bilərəm yerinə. Yəni təkcə sıfır. Y variantı. Yəni, belə deyim də sizə. Mənfi ədəd qoya bilmərəm ki, bu köküncü mənfi olacaq. Müsbət qoya bilmərəm ki, buradakı mənfi ilə toqquşub mənfi olacaq. Amma sıfır hər ikisinə qoyaram. Çünki işarənin bir önəmi yoxdur sıfırda. Bir dənə sıfır. Kim başa düşməli desin? Bir dənə sıfır qoya bilərəm. Çünki biri mənfi, biri müsbətdir. Ancaq bunlara sıfır uyğun gəlir. Başqa da uyğun gəlmir. Bu oldu üslü funksiyalar haqqında məlumatlar. Gəlin bir dənə də belə bir sual yazım sizin üçün. Trigonometriya ilə bağlayacağım onu. Bax, trigonometriyadan biraz anlayış olmalıdır. Məsələn, sual belədir. Y bərabərdir 2-də 1 üzəri kosinus x. Bunun qiymətlər çoxluğunu tap deyir. Mən sizə keçən il, yəni daha doğrusu bu il may ayında keçəndə trigonometriya dedim ki, sinus və kosinusun üstü təkdirsə, bunun qiymətlər çoxluğu nədir? Mənfi kosinusun qiymətlər çoxluğu nə idi? Üstündə cüt qüvvət yoxdur, tək qüvvət 1-dir də bunun üstündə. Mənfi 1 deyirdi. Aha, aparıb mənfi 1-i bir dəfə kosinus yerinə qoyuram. Yəni 2-də 1-in üstünə mənfi 1 yazıram. Bir dəfə də 1-i qoyuram 2-də 1-in üstünə. 1-i qoyanda elə özü eləyir. Mənfin qoyanda nə edir bu? Tərs fırlanmır. Olur 2. Deməli, cavab oldu 2-də 1, 2, ikisi də daxil. 2-də 1, 2. A variantı. Bir də baş salıram. Sinus da olsun, kosinus da olsun, fərq yoxdur. Üstündə kvadrat falan yoxdursa, bir dəfə yerinə 1 qoyursan, bir dəfə mənfi 1 qoyursan. Amma üstündə cüt qüvvət olsaydı, bir dəfə 0 qoyursan, bir dəfə 1 qoyursan. Bunu trigonometriya dərsində danışmışam. Belə. Bir dənə də gəlin kvadratik bir şey yazaq sizin üçün. Məsələn, burada bir dənə sual gözümə sataşdı. Bir dənə də belə bir sual yazmaq istəyirəm. Bunu da yazım, sonra keçək ədədin loqaritmi. Məncə loqaritmə başlayır. Bunlar elə belə şeylərdir. Bunları bilmək lazımdır. Belə bir funksiya yazıram. Fx bərabərdir 2 üzəri 4x çıx x kvadrat çıx 5. Bunun ən böyük qiymətini tap deyir. Uşaqlar, birinci növbədə biz bu hissənin ən böyük qiymət üstünü öyrənmişik. Necə idi? Aşağı, bu imtahan da salmışdım. 4ac çıx b kvadrat bölü 4a. Düzdür? Burada a neçədir? Mənfi 1. A x kvadratın soldur. Mənfi 1'dir. Onu yazıram 4 vur mənfi 1. Vur c neçədir? Mənfi 5. Çıx b'miz də x'in soldur. Yəni 4'dür. 4'ün kvadratı böl 4 vur a. 4 vur mənfi 1. A x kvadratın soluna deyirlər. Bunu hesablayaq. 20 çıx 16 böl mənfi 4. O da eləyir mənfi 1. İndi aparıb 2'nin üstünə mənfi 1 qoyuram. O da olur 1 bölü 2. Yəni 2'də 1. Yəni bunun cavabı olacaq deməli 0'dan. Nəyə qədər? 2'də 1 daxil. 0'dan 2'də 1 daxil. 0'dan 2'də 1 daxilsə ən böyük qiymətdə olur nə? 2'də 1. Niyə 0'dan? Niyə mənfi sonsuz olmaz? Çünki üstü funksiyanın cavabı mənfi olmaz. Nəysə üstündə qüvvət yazsa cavab mənfi olmaz axı. 2'nin üstünə nə yazsaq mənfi olar? Nəsə var elə bir ədəd ki, 2'nin üstünə olmaz da. Üstü funksiyanın. Qabağında mənfi olsa olar, yox heç. Amma sırf üstündə nəsə olsa olmaz da. 2 üstü mənfi qüvvət də müsbət edir, müsbət qüvvət də müsbət edir. Bunu başa düşdüm, 2'də 1 almağımız.
Niyə sıfırdan başladım, mənfi sonsuzdan getmədim? Çünki bunun cavabı mənfidə ola bilməz axı. 2-nin hansı qüvvəti mənfi eləyər? Deyin hələ mənə. 2-nin neçə dəfə özünə vursaq mənfi eləyər? Var elə bir ədəd. Olmaz da onu demək istəyirəm. Bildiniz nə deyirəm? Belə. Keçək indi əsas məsələmiz olan, bunları anladıqsa, ən əsas proses indi başlayır. Ədədin loqaritmi. Bax, ədədin loqaritmi. Əsas buna fikir verin. Çünki buradan daha çox düşmə ehtimalı var. Bunu bilməyən uşaq loqaritma misallarını işləyə bilməyəcək hələ. Loqaritma log kimi yazılır. Bir dənə pəncərəm bağlıdır. Loqaritma log kimi yazılır. Loqaritma deməkdir. Aşağısında bir indeks olur. Bu indeksə əsas deyəcəyik. İçərisi, bu A-nın üstündə yazmıram. Bunun bu içərisində yazıram. Bir də B yazıram. B. Loqaritma içərisidir. Bu da əsasıdır. Oxunuşu belədir. Loqaritma A əsasdan B. Orada yəni ədəd olur. Ədədlər olur da burada. Bu ümumiyyətlə loqaritmik funksiyanın ümumi şəklidir. Və loqaritmada aşağı indeks var ha. Bu aşağı indeks heç vaxt 1 olmaz. Niyə 1 olmaz? Birazdan deyəcəm. Və aşağı hissə sıfırdan böyük olmalıdır. Mənfi də ola bilməz yəni. Kəsr ola bilər ha, mənfi olmaz. Bir də 1 olmaz. Bu hissə isə, B hissəsi isə sıfırdan böyük olmalıdır. O 1 ola bilər. Bir də deyirəm, bu bizim çox önəmli xassəmizdir ki, loqaritmanın aşağı indeksi, yəni əsası 1 ola bilməz, bir də sıfırdan böyük olmalıdır. B hissəsi sıfırdan böyük olmalıdır. İndi maraqlı gələ bilər ki, müəllim, niyə? Bax, mən sizə tənlik dərsini keçdim, yoxsa hansı dərs? Kökaltı dərsi də deyəsən. Eninci əzdən kök dərsində dediyimiz loqaritmada baş salacam. Yadınıza gəlirsə, biz orada A üzəri x-larda deyirdik ki, bu hissə sıfırdan böyük olmalıdır və yaxud da yəni üstündə kəsr olmalıdır. Məsələn, A üstü 3də 1 olan nə deyirdik? Deyirdik ki, bu hissə nə olmalıdır? Sıfırdan böyük bərabər olmalıdır. Cüt qüvvətdə nə deyirdik? Sıfırdan böyük olmalıdır deyirdik. Elə bir şey deyirdik. Niyə onu deyirdik? Bax, bu xassəyə görə ki, həmin o A dediyimiz isə bu indeksdir. İndeksə nə ola bilməz? Sıfır ola bilməz, mənfi ola bilməz. Bəs niyə 1 ola bilməz? Qoy onu deyim sizə. Bu əsasdır axı. Çünki 1-in bütün qüvvətləri 1-dir. Bax, 1-in üstünə 5 də yazsan 1 eləyir, 1-in üstünə 6 yazsan da 1 eləyir, 1-in üstünə 100 yazsan da 1 eləyir. Ona görə əsasın 1 olmasının bir önəmi yoxdur da. Əgər biz bu əsasa 1 yazsaq, misalların hamısının cavabı 1 olacaq, bütün loqaritmaların cavabı 1 olacaq. Mənasız olacaq o hesablamaq. Ona görə siz bilin ki, bundan sonra loqaritma əsası 1 ola bilməz. Bir də sıfırdan böyük olmalıdır, mənfi də ola bilməz. Kəsr ola bilər, mənfi ola bilməz, kökaltı da ola bilər. Amma bu hissəsi isə 1 ola bilər, amma sıfırdan böyük olmalıdır. İndi uşaqlar, loqaritmin, ədədi loqaritmin xassələrindən danışıram. Xassələri. Başlayaq birinci xassə. Birinci xassə nədir? Loqaritmin indeksi ilə əsası eyni olarsa, əsas elə indeksi mi? İndeksi, yəni əsası ilə bu içərisi eyni olarsa, onun cavabı 1-dir. Misal da yazım sizin üçün. Loqaritma 4 əsasdan 4. Cavab 1. Loqaritmin indeksi ilə bu hissəsi eyni olarsa, cavab nədir? 1-dir. İkinci xassə. Loqaritm, məsəl üçün A, bura B yazıram, B-nin üstünə bir dənə M yazıram. Bu zaman, bu B-nin üstəki qüvvət keçir qabağa. Olur M vur loqaritm A əsasdan B. Gəlin bir nümunə yazaq sizin üçün. Məsələn, loqaritma 2 əsasdan məsələn 4 yazıram sizin üçün. Uşaqlar, 4 bu 2-nin nəyidir? Kvadratı deyil. Yazıram loqaritm 2 əsasdan 4-ün yerinə yazıram 2-nin kvadratı. Düzdür? Bu 2-nin üstündəki 2 elib ki, buradakı M-dir də. Bu qüvvət keçir lap qabağa vurma kimi. Olur nə? 2 vur, loqaritm 2 əsasdan 2. Bunlar da eynidirsə neçə eləyir? 1 eləyir. Cavab oldu 2 vur 1, yəni 2. Bir də baş salıram. Loqaritmin bu hissəsi var, içəri hissəsi. Onun üstündə qüvvət olarsa o qabağa keçə bilər. Mənə belə bir misal verəcək məsələn imtahanda. Asan sualda bu deyir ki, burada tutaq ki, bunu hesabla. Sən 4-ün bu 2-nin qüvvəti olduğunu bilirsən də, 2-nin hansı qüvvətidir? İkinci qüvvəti. Bu 4-ün yerinə 2-nin kvadratı yazdım. Bura kimi aydındır? Bu 2 də özü verib. Bu 2-nin üstəki 2 var ya, bu içəridəki 2 var ya, bu əsasdan danışmıram. Bunun üstəki qüvvət lap qabağa keçir, vurma kimi. Qalır loqaritm 2 əsasdan 2.
İndeksdən əsas, və bunlar eyni olarsa, burada yazmadım, eyni olarsa cavab nədir? 1. Ona görə 2 2-yə 1 dedim, qaldı nə?